Vüqar əruşşünas idi, Vüqar Füzulişünas idi, Füzulini sevirdi, Füzuli yaradıcılığından demək olar ki, Vüqar əzbər bilirdi. Bəlkə də elə Füzuli bu əsrdə yaşasaydı elə bir insan olardı. Bəlkə. Bəli. Səncə Elza Seyidcahan daha mı Füzulişünasdır, yoxsa Vüqar Biləcəri? Qaynasa da qarışmır. Hə? Qaynasa da qarışmır. Çünki Elza Seyidcahan bu yaxınlarda ona sual veriblər ki, Füzuli gözəl şairdir, ya siz deyib ki, mən. Səncə, bax, mən Füzuli haqqında dünyada Qaynasa da qarışmır. Aşikar oradan ara gəldi, çıxdıq tolik, sən qurban olaraq. Mən nəyi demək istəyirəm? Yəni, bugün verilişlər dahi şəxslərin, əsrlər boyu yaşayan dahi şəxslərin adını... Sən qurban olun, Füzuli cənnətlə müjdələnən şair olub. Füzuli yəni sıradan bir şair olmayıb, onun haqqında belə yüngül danışaq. Füzulinin haqqında Vüqar Əhmədi danışanda gözü dolurdu. Füzuli gör kim olub. Füzuli yəni böyük şair olub, böyük insan olub. Onu gətirib mən meyxana sevən deyiləm. Salam dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamız 2 aydan yuxarıdır ki, müalicə alır, amma vəsait olmadıqca müalicəni davam etdirə bilmirik. Vəziyyəti ağırlaşır, sancılar çoxalır. Ona görə hər birinizdən bu körpə balamıza dəstək olmağı rica edirəm. Ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç bir yaxşılığın əvəzsiz qoymaz. İnşallah etdiyiniz yaxşılıqlar 1000 qatı ilə qarşınıza çıxar. Allah heç kimi çarəsiz qoymasın. Heç kimi övladı ilə sınağa çəkməsin. Ümid edirəm ki, bu dar günümüzdə bizim yanımızda olacaqsınız və bu körpə balamızın həyatını davam etməsində siz də yardımcı olacaqsınız, bizə dəstək olacaqsınız. Öncədən hər birinizə təşəkkür edirəm.